Salam uşaqlar, xoş gördük sizləri mənim səhifəmdə. Bugün mən sizinlə sınaq imtahanlarına düşən bir neçə testin həlli qaydasına baxmaq istəyirəm. Video keçid etmədən öncə xahiş edərdim ki, videomuzu like edib və səhifəmizə istek göndərəsiniz. Deməli, suallarımızdan biri 33-cü sualdır ki, hansı ki bu sınaqlara düşən suallardan biri hesab edilir. Deməli, sualda bizə nə deyir? Müxtəlif müqavimətli rezistorların uclarındakı potensiallar fərqinin onlardan axan cərəyan şiddətindən asıllıq qrafiki verilmişdir. Birinci rezistorun müqaviməti, yəni R1-imiz 30 ohm hesab edilərsə, ikinci R2-miz və R3-ümüz nəyə bərabər olmuş olacaq? Deməli, deyir bölgülərin sayı bərabərdir. Yadınızda saxlayın uşaqlar, istər qrafik olsun, istər şəkil olsun. Əgər bizə burada dama xana veribsə, demək ki, ora bizdə bir dənə sir oradadır ki, sənə demək istəyir ki, buradakı xanalardan istifadə et, bölgülərdən istifadə et. O zaman biz bilirik ki, bizim müqavimətimizin düsturu R bərabərdir, U bölünsün İ'dir. Birinci müqavimətə görə yazsaq, U1 bölünsün İ1'ə bərabər olar. R1'imizin qiymətini verib 30 yerinə qoydum. İndi mənə U1 ilə İ1'in qiyməti lazımdır. O zaman baxıram birinci oxuma. Baxıram ki, birinci oxumda U'nun qiyməti nə qədərdir? Baxın, sıfırdan görün nə qədər qalxıb. 1 bölgü 2, 3, 4, 5. 5 dama yuxarı qalxıbdır. Demək ki, U1'imiz 5 U'ya bərabər imiş. İ1'imizə baxanda görürəm ki, İ1'imizdə, İ'nin xəttinə baxanda görürəm, yalnız bircə xana gedib. Ona görə bura yazıram 1 İ. O zaman 5'i 1'ə böləndə 5 U bölünsün İ'yə bərabərdir. Buradan da U bölünsün İ'ni tapsam, 30'u böləcəm 5'ə tapacam 6. Demək ki, mənim U bölünsün İ'min qiyməti 6'ya bərabərdir. Keçid edirəm indi R2 ilə R3'ümü tapmağa. R2'mi də tapsam U2 bölünsün eyni qayda ilə İ2 yazaram. İndi keçirəm bura. İndi baxırıq U2'yə, buradan bura qədər. Deməli U2'miz də yenə buradan bura qədər yenə də 5 dama getmişdir. O zaman yenə 5U, İ2'mizə baxırıq. Bura baxın uşaqlar 1, 2, 3. 3 dama gedib. Onda yazıram 3i. Bayaq uşaqlar mənə dedi ki, U bölünsün i 6'ya bərabərdir. Onda mən U bölünsün i'nin yerinə yazıram 6. 3'də 5 də olduğu kimi qalır. 6 ilə 3'ü ixtisar aparsam 2, 5'i də 2'yə vursam 10 ohm qalmış olacaq. İndi keçirəm R3'ü tapmağa eyni qayda ilə. U3 bölünsün i3'ə bərabərdir. İndi baxıram U3'ə. Cəmi sıfırdan U3'ə qalxmaq üçün 1, 2 dama qalxıb. Onda onun yerinə qoyacağım 2U. I3'ə baxanda 1, 2, 3 dama gedibdir. Onda bunun da yerinə 3i qoyacağım. Bayaq qeyd etdiyim kimi U bölünsün i'ni bizə verib 6. Yazıram onda 6 vurulsun 3'də 2. 6 ilə 3 ixtisar getsə burada 2 qalır. Bu da olacaq 4m. Demək ki, R2'mizi tapdıq 10 ohm. R3'ümüzü də tapdıq 4 ohm. Demək ki, cavabımız olacaq burada A variantı.